müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. Bugünkü mövzumuz lambirinlər. Lambirinlərdən danışırıq, əziz dostlar. Sizə lambirinlər haqqında məlumat verəcək, onların bəzəkləri haqqında, harada istifadə olunması haqqında, ölçüləri haqqında. 25 santim 6 metrə standart ölçülər. 25'in altı, yəni kvadrat yarım hesablayanda kvadrat yarım bir ədədi. Kvadrat yarım satışımız amma ədəd kimi satılır. Kvadrat kimi, ədəd kimi satışdadır. İstənilən renk seçdiyimiz çox boldur, həddindən artıq. Hər bir müştəri gəlib arxayın seçə bilir. Çünki həddindən artıq gördüyünüz kimi çoxdur. Çeşidlər çoxdur, rənglərimiz var, müxtəlifdir və o səbəbdən burada bir qədər də tamaşaçılara onların rəngləri haqqında göstərək, yəni məlumat verək. Hər birinin üzərində xüsusi bir qoruyucu var ki, onları belə soymaqla lambirinin öz şəffaf rəngini üzə çıxartmaq mümkündür. Bu klonka da üzərinə vurulur ki, onu cızmalardan, sınmalardan qorusun, həm də üzərinə müəyyən ləkələr düşməsin. Burandan sonra rahat şəkildə soymaq mümkündür. Bax, belə rəngimiz də var. Yenə də hər birinin üzərində xüsusi örtük var, digər rənglər də var. Yəni, rəng müxtəlifliyi o qədərdir ki, çeşidlərimiz o qədər boldur ki, ona görə mən bunu istəyirəm, təqribən öz beyninizdə seçirsiniz, söylüyorsunuz və dostlar ona uyğun sizə... Çox çeşidlərimiz çox həddindən artıq. Və istənilən modellərdir. Bunları mən görmüşəm, daha çox istifadə edilir eyvanın qarşısına. Bunu dostlar tavana da vura bilirik, vanna otaqlarına vura bilirik, mətbəxə vura bilirik. Daha sonra isə həyət yerlərində, yəni kənd evlərində biz seyvan, yəni eyvan deyirik. Eyvanın üst hissəsinə, yəni tavan hissəsinə də rahat şəkildə vurmaq olar. Bunlar da uzun ömürlüdür, yəni bir-birlərinə erkək dişi vasitəsilə keçir və keçməsi nəticəsində isə arasında gözəl bir məsafə yaranır ki, o da lambirinlərə daha gözəl görkəm verir. Rahat şəkildə kəsilir, üzərinə spot vurmaqdan ötürü. Daha sonra isə əymə yerlərində də rahat şəkildə bunu əyib keçirmək mümkündür və uzun ömürlüdür, uzun müddətli. Yəni alt hissəsini bizim ustalarımız gözəl düzəltsələr, bu lambirinlərin 15 il, 20 il, 30 il, 40 il hətta ömrü var və gün düşəndə də rəng solmaları baş vermir. Yəni tam günün altında qalanda müəyyən mənada olur. Ancaq kölgə yerlərdə olan yerlərdə heç bir zaman problem yaratmır. Yəni bunların ölçüləri tam olaraq standartlara uyğundur. Yerli istehsaldır. Bəli. Yerli maldır, yerli istehsaldır və onu da sizə deyim ki, biz topdan satışdıq. Yəni ən çox xadaboy gedən mallardır, ən alınanda da yəni birbaşa 200 kvadrat, 300 kvadrat, kimsə balaca xostavarlar gəlir aparır, özləri qiymət qoyub satırlar. Yəni topdan satışdır bizdə, fərq eləmir. Bir dənə də alsan, 100 dənə alsan topdan satışdır. Bizdə topdandır. Və bu da onun aksesuarlarıdır ki, lambirinlər bunun kənarına keçməklə onu belə deyək də qıraqda gözəl bir bağlama halına gətirib çıxardır. Bunun da yenə rəngləri də var. Var, bunlar müxtəlif rəngləri var. Sadəcə olaraq deyir, bunlar P kartı, kimsə L kartı deyir, N kartı deyir. Amma bu P kartı, biz deyəndə P hərfinə oxşuna görə P kartı deyilir. Bu da müxtəlif deyirlər, kövə deyirlər, plüns deyirlər. Yəni qıraqlara vurmaq, lambirinlər bunun içərisinə keçir. Yəni bir yeri gözəl bağlamaq istəyirsinizsə, adətən kəsim zamanında ola bilər də tam düz çıxarda bilmirik ümumiyyətlə. Amma bütün bunları onun içərisinə keçirməklə gözəl bir görkəmə gətirir. Həm səliqəli olur, həm də istədiyiniz lambirinə uyğun onun aksesuarları var. Ki bu rəngdən almışsınızsa, eyni mavi də onun bağlamaları var. Yəni aksesuarları var. Çox gözəl bir rəngi var və mərmər üzərində xatırlanır və müştərilərin daha çox müraciət etdiyi lambirindir. Ən çox satışa gedən lambirinlər budur, iminli budur. Bunun həmçinin ay ərzində deyəm ki, sizə ay ərzində bir 500 kvadratdan çox satılır. Çox gözəl lambirindir, ümumiyyətlə ən gözəl işləyən lambirin budur və bunu əziz tamaşaçılara bir söz demək istəyirik ki, yəni biz sadəcə olaraq 6 metrədən satışımız ibarət deyil. Yəni istənilən ölçünü zakaz verirlər, 2 gün ərzində gətirəcərik onu. 2 gün, maksimum 3 gün ərzində bunu istənilən 4 metrə, 3 metrə, 3.50, 2.50, 4.50, yəni nə istəsən. Deməli belə, əziz dostlar, əgər bizim hündürlüyümüz 4 metrdirsə, 3 metrdirsə,
bunu alıb kəsib doğramaya ehtiyac Hətta yoxdur. yəni, Dostlar müştərilər- sifariş verirlər ki, mənə 6 metrəlik, məsələn, 500 kvadrat, 1000 kvadrat, 5000 kvadrat lazımdır. Biz də rahat şəkildə həmin sifarişi qəbul edib və gətiririk. Onlar artıq həmin lambininləri kəsib, kisitməyə heç bir ehtiyac qalmır. Tam olaraq yəni ölçünü istəyirlər, biz də həmin ölçünü gətiririk. Və artıq elm, texnologiya günü-gündən inkişaf etdikcə lambinlərin daha müasir forması meydana çıxır ki, bu haqqında danışdığımız lambinlərdən bir qədər fərqlidir. Fərqliləri və görümkəmi haqqında da sizə məlumat verək ki, onlar da sifarişlə qəbul olunur. Biz hal-hazırda siz dostlara bunun belə deyək, abrazet, yəni vitrin üçün olan variantlarını təqdim etmək istəyirik. Olduqca möhkəmdir. Çox möhkəm bir materialı var. Bunu yəni əymək, qatlamaq Yeni istehsal olunur. Yeni istehsal. Yeni istehsaldır və hal-hazırda 3 gün olar gəldiyi, yəni maksimum 3 gün abrezor və sırazıda bir müştəri elə yaxınlaşıb baxan kimi belə deyim vuruldu. Vuruldu və sifariş verdi. Bax hal-hazırda 4 metrə kimi gəlibdi bu. 4 metrə kimi. Var. Sifariş verilib, sifariş verildi. Gəldi, müştərisi gəlib götürülməlidir. Yəni elə katraz olmuşkən bizim lambinlərdən, bu lambinlərdən əziz dostlar, yəni bəli, çox seçilir. Çünki bunu belə istər-istəməz üzərinə basdıqda müəyyən bir baskı qalır. Ancaq bunların olduqca möhkəmdir, yəni çox möhkəm bir materialdan hazırlanır və bunun da ömrü illərləndir. Bu adətən laminatlar var da, bir də hal-hazırda ayağımızın altında vurulan laminatlar var. Yəni eyni materialdır. Eyni material. Adətən navesləri bir dəqiqə ən çox naveslərə vurulur bizdə. Gəlib topdan götürürlər navesatlarında. Naveslər də çox böyük olduğundan 100 kvadrat, 150 kvadrat, 200 kvadrat müəyyən şeylərə bir dəqiqə ən çox. Onun yerinə məsələn lambrin deyirlər vurmaya profilasiya vuraq, uzun ömrü olsun. İndi hal-hazırda vagonka vuran var hal-hazırda. İndi hal-hazırda bunu istənilən rəngi də var, istənilən vagonka buradadır. Dostlar, rənglər buradadır. Ağı var, tünd var, açıq var. Hansı rəngdən istəsəniz rahat şəkildə burada sifariş verə bilərsiniz. Çatdırılma və eyni zamanda vaxtında gətirilmə də mövcuddur ki, tez bir zamanda sizin istədiyiniz rəngdə, sizin istədiyiniz ölçüdə bax bu lambinlər sizin mənzilinizi daha da gözəlləşdirəcək və bir daha qeyd etmək lazımdır ki, çox möhkəm bir materialdır. Yəni bunun deformasiyaya uğraması, sınması, qırılması, çatlaması baş verməyəcək və siz də böyük ölçülü yerlərinizə rahat şəkildə bu lambinlərdən istifadə edə bilərsiniz. Bunlar qəti şəkildə deformasiyaya uğramır, yağışa, suya, nəmə qarşı olduqca davamlıdır və bir-birinə rahat keçməklə öz gözəlliyini və öz bərkliyini qoruyub saxlayır. Bu da hal-hazırda əlimizdə olduğumuz mal da 25 santdan ibarətdir, eni. 25-in, yəni yenə deyirəm, əslində standart olaraq 6 metrədir. Amma yəni istədiyiniz ölçünü gətirmək yəni mümkündür. Bax hal-hazırda mən sizə bir göstərdiyim 4 metrdir. 4 metrdə əslində 6 olur da, yəni satışda. Amma belə 4 metrdir. Tam rahat şəkildə keçir, tam rahat şəkildə vurulur, bir-birinə sıxılmaqla vurulur. Və laminat rənglərindən də rəngli laminat rəngi çox maraqlıdır. Yəni həm siz döşəmənizə laminat vura bilərsiniz, tavanınıza isə rahat şəkildə bu laminatdan istifadə edə bilərsiniz ki, həm də onun rəng çalarlığı bir-birinə uyarlı olacaq. Yəni qırılan bir material deyil. Əlinlə basanda da yəni mümkündür, çox sərtdir. Tamaşaçılar gəlib yəqin ki, buna toxunacaqlar, baxacaqlar ki, yəni bunun sərtliyi, bunun möhkəmliyi, bunun uzun ömürlülüyü göz qabağındadır. Yəni çox möhkəmdir. Dostlar, hər birinizin yolunu gözləyirik. MRT İnşaata gəlirsiniz, sifarişlərinizi verirsiniz, ölçülərinizi qeyd edirsiniz, rəngləri seçirsiniz və nəhayət bir neçə vaxt ərzində sizin istədiyiniz ölçüdə, istədiyiniz rəngdə lambinin gəlir və gəlib rahat şəkildə alırsınız. MRT İnşaat birlikdə tikək.